Gördüyümüz bütün növ mebel əşyaları ilə birlikdə 61 kvadrat metrdən ibarət kubçası hazır əlində olan 3 otağa düzəlmə mənzil təqdim edirəm sizlərə. Təqdimata başladıq mənzilin qonaq otağından. Baxın, belə gözəl, səliqəli qonaq otağı var. Mənzildə demək olar ki, çox az bir müddət yaşayış olub. Mənzil sahibi xaricdə yaşadığı üçün qeyd etdiyim kimi 61 kvadrat metrdən ibarətdir. Çox gözəl, ideal təmir olunub şəxsi istifadə üçün. 3 otağa düzəlmədir. Bütün növ mebel əşyaları hər biri mənzildə qalır. Yalnız mənzildən elektrik avadanlıqları götürüləcək. Bina 13 mərtəbədən ibarətdir. Mənzil yerləşir 12-ci mərtəbədə. Bu mənzilin üzərində yaşayışlı mənzil var. Bu hissədə mənzilimizin eyvan hissəsidir. Xırdalan şəhərinin tam mərkəzində yerləşir. Cam balkonla bağlanılıb eyvanımız. Kombi quraşdırılıb bu ərazidə. Gördüyünüz şəkildə çox gözəl, geniş, işıqlı eyvanımız var. Qeyd etdiyim kimi Xırdalan şəhərinin tam mərkəzi, yəni bu ərazi Xırdalanın ən gözəl ərazisidir. Buradan Heydər Əliyev adına parka ayaqla 5 dəqiqəlik məsafədədir. Köhnə bazarın tam yaxınlığında, təzə bazarın tam yaxınlığında. Bir yataq otağımız geniş şəkildə işıqlı bu hissədədir. Mənzilin istilik sistemi kombi sistemdir. Kombi, radiator hər biri quraşdırılıb, bina tam yaşayışlıdır və bütün kommunallar fasiləsiz olaraq verilir. Görürsünüz, belə bir gözəl, səliqəli yataq otağı. Digər yataq otağımız isə bu hissədə yerləşir. Bu otağımız da çox gözəl, geniş və işıqlıdır. Gördüyümüz şəkildə. Yalnız uşaq kravatı götürüləcək, digər bütün mebel əşyaları hər biri qalacaq. 61 kvadrat metrdən ibarət kubçalı kubça hazır əldə və dövlət ipotekasına tam yararlı. İndi isə keçirik mənzilimizin əsas giriş hissəsinə, sizə girişi təqdim edəcəm. Yerləşir mənzilimizin əsas giriş qapısı. Giriş qapıdan daxil olarkən solda qardirob otaq yaradılıb. Belə bir şkaflar yığılıb. İrəlilədikdə sağda mətbəximizdir. Bahalı mətbəx mebeli quraşdırılıb gördüyünüz kimi səliqəli şəkildə. Qeyd etdiyim kimi mənzildə çox az bir müddət yaşayış olub. Səliqəli mənzildir. Hal-hazırda mülkiyyətçi mənzildə yaşayır. Bu hissədə isə sanuzelimiz yerləşir. Bütün aksesuarlarla təchiz olunmuş şəkildə. Ətraflı məlumat almaq üçün YouTube kanalımıza abunə olursunuz. Bizi Instagram və TikTokdan izləyirsiniz. Satışda olan əmlaklarınız barədə bizə məlumat verə bilərsiniz.